Diqqətlə baxın. Bura hansısa bir hərbi poliqon və ya mühasirəyə alınmış zona deyil. Bura paytaxtın Nizami rayonu Neftçilər metro stansiyasının yaxınlığıdır. Amma burada elə bir şəhər salma hoqqası çıxarılıb ki, insan ağlı bunu qəbul etməkdə çətinlik çəkir. Ev var, mənzil var, amma gediş-gəliş üçün yol ümumiyyətlə yoxdur. İnsanları dörd divar arasında çıxılmaz vəziyyətdə qoyan növbəti layihə Qismət M-House MMC-yə məxsusdur. Şirkət premium mənzil adı altında xalqın pulunu yığıb. Amma binanın ətrafını dörd bir tərəfdən digər hündür mərtəbəli binalarla elə hörüşdürüb ki, bura rəsmən bir blokada şəraitidir. Yol sadəcə baxımsız deyil, yol ümumiyyətlə mövcud deyil. Sakinlərin binalarına necə gəlib getdiyi, bu labirintdən necə çıxdığı heç şirkət rəhbərliyin vecinə də deyil. Bu sadəcə məişət problemi deyil, bu açıq-aşkar insan həyatına qəsdir. Allah eləməsin, bu binada hər hansı bir bədbəxt hadisə, bir yanğın baş versə, yanğın söndürən maşın həyətə girə bilməyəcək. Bir xəstə olsa, təcili yardım binaya yaxınlaşa bilməyəcək. Vəziyyətin nə dərəcədə vahiməli olduğunu elə binanın komendantının dilindən eşidək. Komendant da buradadır. Qoy mən bir komendantdan. Komendant. Salam. Necəsiz? Özünüzü təqdim edə bilərsiniz. Binanın komendantı Kamil. Kamil müəllim, eşitdim yolumuz adımız yoxdur. Yolumuzu kəsiblər. Yolumuzu bağlayıblar. Keçib baxa da bilərik. Gedək baxaq əlbəttə. Buradan yol yoxdur sizə, bax buradan. Buradan yoxdur. Bunun indi binanı sökürlər. Aha. Oradan da yolumuzu bağlayır. Bu yandan da bağlayır. Bizə qazıqlar yerini. Bəli. Hal-hazırda indi bir iki üçdən yəqin ki, belə basırıb hasarlayacaq. Burada yazdı yolda maşın saxlamayın. Bu bir gün yoldu. Onda bunlar yazıblar. Bunlar yazıblar, sizlik deyil. Yox. Buradan pajarın nəfər çəkin, oturuba imkan verir. Eşitdim bu yaxınlarda bura yanğın söndürmə maşını gəlibdir. Keçənmədi. Nə oldu, nətər yanğını söndürdü? O allarında suabır yoxsa bir şeydi, ondan söndürdü. Ondan söndürdü. Yenə cəhənnəmçi söndürə bildilər. Bax, pajarın üzərindən keçdim. Burada mağazin qabağıdır. Buranın hansı şirkət tikir? Qismətli ya, bu binanda, bu binanda. Qismət. Qismət, elə adı qismət gedir də belə. Yəqin də ya prem inşaatlı ya qismət. Buranın da hasarlığı bizim deyil. Buraların hamısını sökəcəklər. Bəlkə onda sizə bir yol verərlər. Amma indi burada sökülüb, yəqin ki, burada da bina tikəcəklər də, elə deyil. Burada bina. Bu sizin belə çıxır ki, binamız mühasirədədir. Mühasirə. Və biz zorla Qarabağı... Yol verərdi ya. O da elə deyil. ya qismət, elə ikili deyil. Elə adı da qismətdir də. Burada bina alanlar gərək, ev alanlar gərək. Əvvəldən raşotun adına görə də iş görür. Buradan gətirib hasar verəcəkdir. Gətirib buradan hasar çəkir. Buradan hasar çəkir, maşınlar hazırlayır. Nə qədər adam yaşayır bu binada? 112 ailə. 112 ailə. 112 ailə. Burada deyək, qonşular da düşünürsə. İndi siz əsas siz deyirsiniz. Mən komendant kimi. İndi burada hər bir binada da təkcə yəqin ki, bu binada problem yaranmayacaq. Elə bu binanın ətrafında olan bütün bu binalarda nə qədər insan yaşayır? İndi hardasa indi 113 ailə bizimdir. 113 ailə, indi onu da 4-də vuranda hardasa bir 400-500 adam burada yaşayır. Hər binada 500 adam yaşasa... Bağlı. Ümumimiz yolu İndi və bu qədər binalar var burada. Bir-birinin yanına düzləniblər. Burasındadır, istifadə edəcək. Onların ödəkək, bu yoldan istifadə edirlər, buradan gidiyorlar. Onlarla yol yox. Özlərinə də. Deməli, hardasa bir burada belə götürəndə bir 10 minlərlə insan yaşayacaq, 10 minlərlə... İndi 10 minlərlə olmasa da minlərlə maşın olacaq burada. Çünki hər bir ailənin indi bir maşın olur. Avaz yolumuz oradan olubdur. Bəli. Bir dəqiqədə o küçə tərəfdən yeri qalır. Gəldilər, tikdilər, hördülər, yolda verir.
Qısası burada böyük bir problem var. Bu insanların yolu yoxdur. Yəni ev tikəndə bunun yolunu da nəzərə almaq lazımdır. Yəni ev yolla bərabər evdir. İndi yolun yoxdursa o evi tikməyin adı nədir? Birinci növbədə yol. Hər yerdə birinci yol var. Qismət şirkəti, holdingdir, bilməm şirkətdir. Onun tikdiyi binalardır bunlar. Evi tikirlər, hər şey var, yolu yoxdur. Yəni indi nəzərə alın o evzad alanda, nəzərə alın ki, yolunuz olmaya bilər və yaxud siz helikopterlə, təyyarə ilə, raketlə gedib gələ bilərsiniz evinizə. Yolumuz olub, bu tikintidən sonra bağlandı. Oldu, sağ ol Kamran. Sağ ol, sağ ol. Bəli, jurnalist Heydər Oğuzun əldə etdiyi vahiməli məlumatlara görə sakinlər hər gün evdən çıxanda ya qismət deyib sağ-salamat qayıtmaq üçün dua edirlər. Şirkət binaları bir-birinin içinə dürtüb kvadratmetr satmağı bacarır. Bəs bu qədər insanın təhlükəsizliyini, elementar insani hüququ olan gediş-gəliş yolunu təmin etmək niyə bacarmır? Qismət House rəhbərliyi bu insanları bu tələyə salmaq üçün kimlərdən icazə alıb? Nizami rayon İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu rüsvayçılığa dərhal müdaxilə etməsini tələb edirik. İnsanların həyatı bu qədər ucuz deyil. Səsləndirilən iddialarla bağlı maraqlı qurumların mövqeyini işıqlandırmağa hazırıq. Gördüyünüz kimi burada falalar qazdılar. İndi yəqin ki, bura dirəklər bastıracaqlar. O dirəklər bastırılandan sonra tək bura deyil, orada da belə qarşıda da belə gedir. Tamamilə yol kəsiləcək. İndi yolun kəsilməsi deyək ki, deyə bilərlər müvəqqətidir. Amma bunun yerinə bir bina tikiləcək. Bina tikiləndən sonra bu binalar arasında məsafə nə qədər olacaq? Axı bunların hamısı şəhər salmanın əsas prinsipləridir. Binalar bir-birinə bitişik olmamalıdır. Hətta burada bir o binanı mən orada göstərmişdim arxadan, elə qabaqdan da baxaq. Burada iki binanı birləşdiriblər rəsmən. Bakın gözləri doymuyor. Əvvəl bu bina, iki bina ayrı-ayrı binalar. Bu binanın arasındakı məsafəni də götürüblər, tikiblər. Nə bilim, yaşayış yəqin ki, burada ticarət mərkəzi olacaq. Ticarət mərkəzinə çevirmək. Harada bir balaca yer görüblər, tikiblər. Amma yolu haqqında ümumiyyətlə heç bir şey düşünmür. Sizə göstərdiyimiz o binanın yolu əvvəl buradaymış. Hətta burada keçid yolu da düzəldirlər, zolaqlar da çəkiblər. Bu yol tam gəlir bu binaya çatanda və gəlir bu binaya gəlir. Bu binadan o tərəfə yoxdur. Halbuki vaxtı ilə həmən binanın sakinləri bu yol üzərindən gedib gəlirdilər. İndi onların qarşısında böyük bir əngəl yaranıbdır, böyük bir bina, yəni çox mərtəbəli binalar var. Bunlar necə buradan keçsinlər, onu izah eləyə bilmirlər. Bunlara deyiblər ki, burada bir arko düzəldəcək, siz oradan keçəcəksiniz, o gördüyünüz kimi heç bir şey yoxdur. Binanın sakinləri deyirlər ki, bu yolun bakıyorsunuz, binaların arasında bir boşluq var. Deyirlər ki, bu hava koridoru üçün nəzərdə tutulubdur. Çünki hava koridoru olmasa, burada hava çatışmamazlığı olar. İnsan yaşayış üçün böyük bir problem olar. Yəni, belə deyək ki, burada yaşanmaz hala gəlir. Amma gəlir bu hava koridoru, yenə də, bax, burada təkcə yol kəsilməyib. Burada həm də insanların havası kəsilibdir.